Azərbaycanda 5 tektonik zona var. Ön Qafqaz çökməsi, Böyük Qafqaz qalxması, Kür çökməsi, Kiçik Qafqaz qalxması və Araz çökməsi. Ön Qafqaz çökməsində Şollar düzü, Samur Dəvəçobalığı var. Şollar düzü, Samur Dəvəçobalığı yerləşir. Böyük Qafqaz qalxmasında Baş Qafqaz silsiləsi, bu əyri yerdə Sudur silsiləsi. Siz Necə? kursorla göstərə bilərsiniz, bunu zəhmət olmaz. Görünmür kursor. İndi göründü. Tamam. Ön Qafqaz çökməsində Şollar düzü, Samur Dəvəçobalığıdır. Böyük Qafqaz qalxmasında Baş Qafqaz silsiləsi, Sudur silsiləsi, burada yan silsilə, Qovdağ, Niyaldağ, Ləngəbis silsilələri, Ələt tirəsi, Qobustan, Abşeron, Alçaq dağlığı və Qusar maylı düzənliyi yerləşir. Bir daha deyirəm, Ön Qafqaz çökməsində Şollar düzü, Samur Dəvəçobalığı. Böyük Qafqaz qalxmasında Baş Qafqaz silsiləsi, bu qıvrımlı yerdə Sudur silsiləsi, aşağıda yan silsilə, onun altında Qovdağ, Niyaldağ, Ləngəbis silsilələri, Ələt tirəsi, Qobustan, Abşeron, Alçaq dağlığı və Qusar maylı düzənliyi yerləşir. Kür çökməsinə gəldikdə isə Qanı Xəyri çay çökəkliyi, Acınoğur Ceyran çöl düzü, Qarayazı düzü, Gəncə Qazaq düzü, Qarabağ düzü, Gəyən, İncə, Hərami düzləri, Mil düzü, Muğan düzü, Şirvan düzü, Cənub-Şərqi Şirvan düzü, Salyan düzü və aşağıda Lənkəran obalığı yerləşir. Bir daha gedirəm düzənliklərimizi. Qanı Xəyri çay, Acınoğur Ceyran çöl, Qarayazı, Gəncə Qazaq, Qarabağ, Gəyən, İncə, Hərami düzləri, Mil düzü, Muğan düzü, Şirvan düzü, Cənub-Şərqi Şirvan düzü, Salyan düzü və Lənkəran obalığı. Əlavə olaraq Kür çökməsində 2 dənə balaca dağ var. Bu dağlar Boz dağdır, hündürlüyü 500 metrdir və Çoban dağdır, hündürlüyü 890 metrdir. Bu 2 dənə dağ əlavə olaraq Kür çökməsində yerləşir. Kiçik Qafqaz tektonik qalxmasına gəldikdə isə bura Kiçik Qafqazın, Naxçıvanın və Talışın dağları aiddir. İndi gedirik hansı dağlardır? Murğuz, Şahdağ, Şərqi Göyçə, Qarabağ yaylası, Yazı yaylası. Murovdağ, Qarabağ sıra dağları. Murğuz, Şahdağ, Şərqi Göyçə, Qarabağ yaylası, Yazı yaylası. Murovdağ, Qarabağ sıra dağları. Naxçıvanda Dərələyəz və Zəngəzur, Talış dağlarında isə Talış, Peştəsər və Burovar silsilələri. Bunlar Kiçik Qafqaz tektonik qalxmasına aiddir. Bir də var Araz çökməsi. Araz çökməsinə isə Naxçıvanın düzənlikləri aiddir. Burada da Sədərək, Şarur, Böyükdüz və s. Gülüstan, Culfa, Yaycı, Ordubad və s. kimi düzlərdir. Bunlar da qəbul proqramına düşərsə, qısa konkret şəkildə mən sizə onu göndərəcəm. Hələ ki, onlardan nəsə öyrənməyə ehtiyac yoxdur. Azərbaycanda 5 tektonik zona oldu. Ön Qafqaz çökməsi, Böyük Qafqaz qalxması, Kür çökməsi, Kiçik Qafqaz qalxması və Araz çökməsi. Tektonik zonalar arasında qırılma sərhədləri var. Məsələn, bu çökmədir, bu qalxmadır. Aralarındakı sərhəd qırılma sərhəddə adlanır. Qırılma sərhədində çoxlu mineral bulaqlar, zəlzələlər və s. baş verə bilir.